Bismillah. Quranın nazil olduğu ay Ramazan. Bugünkü mövzumuzun adı belədir. Ramazan orucunun əvəzi. Allahın sonuncu elçisi Muhammed sallallahu aleyhi və səlləm belə buyurub. Kim inanaraq, mükafatını Allahdan istəyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar. Hədis Buxaridə qeyd olunub. Rasulullah başqa bir sözündə orucun əvəzi haqqında bunları bildirib. İnsanın hər yaxşı əməlinin əvəzi qat-qat artıq verilir. Bir yaxşılıq 10 qatdan 700 qata qədər mükafatlandırılır. Uca Allah isə orucla bağlı bunları buyurub. Adəm övladının orucdan başqa etdiyi hər bir əməl onun özünündür. Oruc mənimdir. Mən də onun savabını verəcəyəm. Oruc qoruyucudur. Sizlərdən kimsə oruç tutduğu gün pis sözlər danışmasın, səsini yüksəldib qəzəblənməsin və cahil əməlləri etməsin. Əgər kimsə onu söysə, yaxud onunla savaşmaq istəsə, 2 dəfə mən orucam desin. Muhammedin canı əlində olan Allaha and olsun ki, oruç tutanın ağzından gələn iy, qiyamət günü Allah yanında misk, ən gözəl ətir iyindən daha gözəldir. Oruç tutan 2 dəfə sevinir. 1. İftar edəndə yeməyinə sevinir. 2. Rəbbi ilə qarşılaşdıqda isə tutduğu oruc ilə sevinəcəkdir. Hədis Buxaridə qeyd olunur. Bundan da aydın olur ki, oruc böyük səbir və fədakarlıqla tutulan ibadətdir. İnsanın ildə 1 ay müddət ərzində gecənin alaqaranlığından günəş batana qədər ən təbii haqqı və zəruri ehtiyacı olan qidalarından, cinsi istəklərindən uzaq durması sağlam, iradəli, düzgün inancın nümunəsidir. Bu, səbir və fədakarlıq ancaq və ancaq Allah üçün yerinə yetirilir. Hətta heç bir insanın görmədiyi, vicdanı ilə baş-başa qaldığı yerlərdə də orucunu tutan mömin inancında səmimi olduğunu sübut edir. Mükafatı da buna görə böyük olacaq. Oruç tutanlar cənnətdə onlara ayrılan xüsusi qapıdan keçəcəklər. Bununla bağlı yer üzərinə ayaq basmışların ən şərəflisi Muhammed sallallahu aleyhi və səlləm belə buyurub. Cənnətdə Rəyyan deyilən qapı var. Bu qapıdan qiyamət günü ancaq oruç tutanlar daxil olacaqlar. Başqası həmin qapıdan girə bilməyəcək. Hədis Buxaridə qeyd olunur. Oruclu üçün 2 sevinç var. Biri iftar zamanındakı sevinci, ikincisi də orucun mükafatını almaq üçün Rəbbinə qovuşduğu andakı sevinçdir. 1. İftar zamanındakı sevinç, ikinci orucun mükafatını almaq üçün Rəbbinə qovuşduğu andakı sevinçdir. Allah Azze və Cəllə bizi dünyada da, ahirətdə də sevdiyi, sevindirdiyi qullarından etsin. Allahumma amin. Allah bizə bu Ramazanı özünün razı olduğu şəkildə yaşamağı nəsib etsin. Allahumma amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.